Allah'tan sizə sağlam həyat, can sağlığı arzu edirəm. Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizlərə öz tikintimiz haqqında məlumat verəcəm. Hər zaman həm Instagram, həm TikTok, həm də YouTube kanalımıza short kimi bu evin qısa olaraq təqdimatını edirdim. Həm ilk olaraq təməldən bu günə qədər demək olar ki, çəkib paylaşmışam. Məsafəli olaraq, yəni məsafə verə-verə 1 aydan 1, 2 aydan 1, 3 aydan 1 belə çəkib paylaşmışam, görmüsünüz. Çünki siz görən kimi biləcəksiniz ki, hansı evdən söhbət gedir. Mən hal-hazırda Şüvalandayam. Öz yerimizdir. Elmir Əmlak, Ayaz bəy, Süleyman müəllim, hamımız burada işləyirik. Buranın təmirin, tikintisinin öz fikirlərimizlə və əlbəttə ki, dizayner, memarla birlikdə. Bunu indi necə tikilib, burada şərait necədir, hansı ölçülərdədir, həyətdə nə yerləşirsə o məlumatları sizə verəcəm. Niyə görə? Çünki bundan qabaq da bir layihəmiz var idi. Onu da hər dəfə çəkirdim, sizlərə məlumat verirdim. Deyirdim ki, inşallah qutararıq. Satışa çıxanda sizə tam olaraq məlumat verəcəm. Hətta ağıllı sistem olacaq. Orada da hər bir şey haqqında sizə məlumat verəcəm. Allah Taala bizə qismət eləmədi o çəkilişi eləmək. Amma Allah Taala bizə elə bir müştəri yetirdi ki, təmir gedə-gedə o ev satıldı. Ondan əvvəlki evdə təmir gedə-gedə satıldı. Sonra ondan əvvəlki evdə Əncirlidə idi, təmir gedə-gedə satıldı. Bu gün də bunu çəkməyimin məqsədi odur ki, sizlər bunu görəsiniz. Bəlkə də kimsə indidən bu evin, necə deyərlər, talibi oldu, müştərisi oldu. Allah hər kəsə can sağlığı versin. Bir daha söyləyirəm, alana da, satana da xeyirli eləsin. Mən hal-hazırda Şüvalandayam, yer haqqında məlumat verim. Şüvalan parkdan aşağı düşəndə, Vətən restoranından aşağı düşəndə, dəniz yolunda, mərkəzi yoldan 4-cü evdir demək olar ki, 5-ci evdir. Bura tam dirənmiş bir küçədir. Bax, burada 1 qoşu, 2 qoşu, 3 və 4-cü bizim evdir. 4 qoşu olacaq. Biz düşünmüşük, danışmışıq qonşularla. Burada belə bir şlaqbam olacaq. 4 dənə qoşunun özünün hamısının pultları olacaq. Hansı ki, bura giriş çıxış üçün istifadə eləmək üçün. Və burada görürsünüz, divarlar buradan ağ rəngdə başlayır. Qonşu ilə danışmışıq, Ayaz danışıb. Bu hasarı da bütöv olaraq düzəldəcək, ağappaq olacaq. Gedək Elvin, yavaş-yavaş gedək. Bir daha söyləyirəm. İndi isə yer haqqında, sonra bunu çəkiliş elədiyim məqsədim haqqında sizlərə məlumat verdim. Ev haqqında, evin yerləşməsi haqqında, evin sotu haqqında, kvadratı haqqında, neçə otaqda olaraq isə hamısının həyətdə sizlərə təqdim eləyəcəm, deyəcəm nə var, nə yox. İndi isə keçirik. Bura bir möhtəşəm bir darvaza sifariş verilib. Baxın, bax bura çox qəşəngdir. Hazırdır demək olar ki. Biz sadəcə gözləyirik ki, vaxt keçsin. Burada bəzi təmir işləri var. Onlar bitsin, sonra gətirsin, darvaza qoyulsun yerinə. İndi isə keçirik evin həyətinə. Xoş gəlmişik hamımız. Ayaz, necəsən? Allah işləri zavand eləsin. Nə tərsiz? Nə var, nə yox? Xeyirli uğurlu olsun. Tural, necəsən? Tural, bayramımız mübarək. Tural bizim demək olar ki, bütün evlərin, ağıllı sistemlərin, kamera sistemlərin yığan oğlandır. Mən hər zaman təqdim eləyirəm. Hətta orada müştərilərim var ki, biz satdığımız evləri Turalı göndərmişəm. Kameraların, bütün domofonların hamısını Tural çəkib. Bütün müştərilərim də indiyə qədər mənə razılıq eliblər Turaldan. Çünki demək olar ki, Mərdəkanda qiymətləri sındırmışam, maşallah. Birazdan kamera ustaraları məndən eləyəcək. Ayaz, bu ərazi haqqında tam olaraq məlumat ver, tikinti haqqında. Sonra Tural inşallah bizə burada nə iş görübsə onu deyəcək. Bax, mən ev haqqında, bütün yerləşmə haqqında, hər şey haqqında məlumat vermişəm. Sotdur, sonra kvadratdır, burada nə varsa, nə iş görülüb, yüngül, qısa. Sonra keçəcəm, təqdim edəcəm. Ərazi 11 sotdur. Evimizin tikilisi 320 kvadratdır. Ümumi tikili 550 kvadratdır. Ümumi tikilinin də içərisində dəyərli izləyicilər. Deməli, qaraj var, hovuz var, hətta o da yerləşir. Orada da arxada mətbəx var, sonra hamısını göstərəcəm. Ümumi tikili onun içərisində gedir. Amma əsas yaşayış ərazimiz 320 kvadrat. 320 kvadrat. Bəli. 4 yataq, mətbəx, bütün yataqlarda sanuzel, qardirob, master yatağın qardirobu biraz da böyükdür. İndi inşallah təqdim edəndə baxar. İnşallah. Onda biz bəzi suallar var, onu evin içərisində sizə sual verərəm, zəhmət olmasa cavab verərsiniz. Onu da deyim, mən indi Turala söz verəcəm, dəyərli. Baxın, bu qarajda, 2 maşınlıq qarajdır. Ayaz, bunun altında su anbarı neçə tonluqdur? 20 tonluq su anbarı. 20 tonluq su anbarı var. Zəhmət olmasa təqdim edərsən. İçərisi də hovuzu necə mozaika vururlarsa, bütün
yəni ki, biz özümüz də, baxın, su anbarının içərisində, motorxananın içərisi hamısı elə işlənmir. Hamısı. Su filtrinə qədər nə varsa hamısı olunacaq. Burada su, qaz, işıq, internet, kamera xəttləri, o indi Tural indi özü sizə məlumat verəcək. İndi isə mən Turala bir söz vermək istəyirəm. Tural da qapının kənarından evin içərisinə qədər nə çəkibsə, nə olacaqsa onlar haqqında bizə məlumat versin. Zəhmət olmasa Tural. Dediyim kimi Hüseyin Əmir, hal-hazırda biz bu evdə ağıllı ev sistemləri, təhlükəsizlik kameraları, siqnalizasiya sistemləri hər bir şeydən təşkil olunub. Bizim evimizin ön hissəsində giriş qapısı, domofon sistemi vardı hər iki yerdə, həm evin içində, həm çöldə qış mətbəxində vardı. Kameralarda 16 ədəd kameradan Hikvision firmasının Full HD kameraları ilə tətbiq olunubdur. Evin yaddaş sistemi, bir aylıq yaddaş sistemindən təqdim olunubdur. Hətta biz domofon sistemində evin qabaq piyada keçid qapısını aça bilirik uzaq məsafədən, darvaza sistemini aça bilirik maşın yaxınlaşdıqda. Sonra evimizdə siqnalizasiya sistemi var, 7-24 saat siqnalizasiya sistemindən təqdim olunur. Hətta belə elektrik kəsintisi olduğu müddətdə həm kamera sistemi, həm siqnalizasiya sistemi, həm də evimizin ağıllı ev sistemi fəaliyyət göstərir. Siqnalizasiya sistemimizdə necədir? Evdə hər hansısa bir şüşə açılarsa və ya sınarsa və evə hardansa bir müdaxilə olarsa, həmin dəqiqə siqnalizasiya sistemi aktiv olur. Eyni anda 5 nəfərə bildiriş göndərir siqnalizasiya sistemimiz. Evimizin ağıllı ev sistemində nələr daxildir? Evimizin bütün otaqları elektron kurşatellərdən təşkil olunubdur, ağıllı kurşatellərdən. Siz həmin səs sistemi ilə, hətta Alisa səs sistemindən də evi idarə eləmək olur. Evimizin yataq otaqlarında da kamera sistemləri var. Həmin kamera sistemlərini evə, otağa daxil olarkən siz söndürə də bilirsiniz qıraqdan. Hətta evin içində olanda da kamera sistemini dayandıra bilirsiniz, imeni yataq otaqlarını. Evimizin dörd bir tərəfində həyətimizin kamera sistemindən təşkil olunubdur. Basen sistemimiz ağıllı sistemdir. Uzaqdan siz baseni idarə edə bilərsiniz, su filtr sistemini işə sala bilərsiniz. Basenin təmizlənməsinə görə 2-3 gün qabaqdan aktiv edə bilirsiniz. Hətta evimizdə bizim ev səs sistemləri vardır. Stereo səs sistemlərindən təşkil olunubdur. Basen qırağında, idman ərazisində səs sistemlərimiz vardı. Stereo səs sistemlərindən təşkil olunubdur evin içərisində də. Hətta evimizdə internet sistemləri var. Evin içərisində də, çöl hissəsində də 5G internet sistemlərimiz vardı. Bəli, 5G-dən istifadə olunubdur. Bütün müasir texnologiyaların hamısını biz bu evdə istifadə eləmişik. Evimizdə su basarsa öz avtomatik sular bağlanır. Qaz sızıntısı olarsa evdə qaz bağlanır. Kombi sistemində, ağıllı ev sisteminə qoşuldu. Məsələn, uzaq məsafədən siz evin kombisini aktiv edə bilərsiniz. Hətta ev neçə dərəcə oldusa sizin telefona bildiriş verəcək. Məsələn, insan bədəni üçün 23 dərəcə olduqda sizə bildiriş verəcək, ev istidir. Yəni siz istədiyiniz temperaturdadır. Hətta bu temperaturu biz kondisionerlərə də eləmişik. Məsələn, yay vaxtı evə gəlməmişdən qabaq qıraqdan kondisioneri aktiv edə bilərsiniz, istədiyiniz dərəcəyə qoya bilərsiniz. Ev o dərəcədə olanda sizə bildiriş verəcək, ev o sərinlikdədir. Siz rahat şəkildə gəlib evdə istirahətinizi eləyə bilərsiniz. Evimizdə televizorları, bütün televizorları da hamısı, kondisionerlər, hər bir şey, su sistemi, işıq sistemidir. Hamısı ağıllı sistemə qoşulub. Bəli, həm telefonla, həm də səslə. Hətta ölkə daxilindən də, ölkə xaricində də idarə eləmək mümkündür. Hətta bizim sürpriz bir şeyimiz vardı. Basenin qırağında kinoteatrımız vardı, proyektor. 4K keyfiyyətli, 6 metr uzunluğunda, 3 metr hündürlüyündə 4K keyfiyyətində proyektor sistemimiz vardı, kinoteatr sistemimiz. Tək kinoteatr yox, karaoke sistemimiz də vardı həmin sistemin içərisində. Məsələn, evə alan bir şəxs partilərini, ad günlərini, hər bir şeyi burada rahat şəkildə, komfortlu şəkildə keçirdə bilər. Ev haqqında Tural, çox sağ ol, hər şeyə məlumat verdin. Biz onsuz da hər zaman çəkilişlərimizi elə eləyirik ki, insanlar xaricdə belə televizor qarşısında oturanda bütün ev haqqında məlumatlar olur. Bu evin ən gizli yerlərinə qədər sən hər şeydə məlumat verdin indidən. Allah sənin canın sağ olsun Tural. Əlin qolun var olsun. Hər zaman bizim evimizdə öz əziyyətin var. Təşəkkür edirəm sənə. İnşallah sənlə bu evin sahibi, necə ki, əvvəlki evlərində sahibi dostlaşmısan, indiyə kimi əlaqın var. Bu evin sahibi ilə də gələcəkdə sən dostlaşıb əlaqə quracaqsan, hər zaman da burada olacaqsan. Sənə təşəkkür edirəm. İndi isə keçək evi bütöv olaraq təqdim edim sizlərə. Gedək. Ev Ayaz sizə məlumat verdi, bir daha gəzə-gəzə məlumat verim. 11 sotdur, torpaq sahəsi
11 sotlu 320 yaşayış sahəsidir. Tam mərkəzdə. Allah ustalarımızın əlin qolun var eləsin. Yorulmayasın ustalar. Evin həyətinə, baxın metlaqların altına vurulan betonlara qədər bizim arada bir Ayazla yüngüldə, yəni şirin davamız da olur, nə bilim betonu belə verək. Gedib gəlirəm ki, neçə santı beton verib, yenə üstündə gəzirlər. Bura tank çıxacaq, deyir yox, qoy möhkəm olsun. Allah canı sağ etsin. Onsuz da bütün müştərilərimiz bilir ki, bizim tikidə olan evlərin, tikilib satılan evlərin keyfiyyəti necə olur? Tam mərkəzdə görürsünüz, bu gözəl bir fəvvarə olacaq. Bu fəvvarə, şəlalə demək olar ki, bütün pəncərədən görünəcək. Baxın, buradan deyim sizə, ora böyük yataq otağıdır. Sonra burada belə bir dəhliz var, obrusu yataq otaqların o tərəfə baxır. Bura ümumi giriş hissədir, görəcəksiniz, burada qonaq otağıdır. Qonaq otağı da şəhərdə deyirlər, yel çəkən ev satıram. Qonaq otağımız yel çəkəndir. Həm arxaya pəncərələri var, həm də həyətin ön hissəsinə pəncərələri var. Hal-hazırda gördüyünüz kimi 4 ədəd böyük palma ağacı 5 aydan çoxdur. 5 ay olar Ayaz. 5 aydan çoxdur. Əkilib bura qulluq olunur bu palmalara. Gələcəkdə bu həyətin bir dənə landşaftı olacaq. Yenə Astaraya gedəcək, yoxsa buradan? İnşallah baxarıq. İnşallah baxarıq. Xeyirlisi. Usta yorulmayasan. Həyətin ağıllı suvarma sistemi. Hə, o da deyim. Həyətimiz hamısı ağıllı suvarma sistemində çəkilir və hamısı da olacaq. Sonra bax gördüyünüz bu divarlar, bu hasarlar belə olmayacaq ha. Siz bilirsiniz, bunlar hamısı rənglənəcək, çox qəşəng görünəcək. Burada meydança olacaq. Sizə deyim, futbol meydançası olmayacaq. Ha, ola bilər uşaqlar özləri bilər futbol kimi istifadə edə bilərlər. Ölçülər 7,5-ın 15-ədir. Ölçüləri. Kim istəsə burada voleyboldur, basketboldur, nə bilim özü üçün, yəni tennisdir, nə istəsəz eləyə bilərlər. Amma bu tam təhvil veriləcək ya. Problem yoxdur. Ayaz uca demək olar ki, buranın hər şeyini sifariş verib. Betonun qalınlığına baxın. Ay Ayaz, sənə qurban olum deyirəm. Bəsdir, deyir yox, ver. Ver geçsin, qoy qalın olsun. Yadımda da Elvin, deyim də qoy bunu da deyim. Biz Vişnovkada bir ev çəkmişdik, demişdim zəlzələyə qarşı. Oradan bir əziz izləyicimiz nə demişdi? Vişnovkada zəlzələ olur. Zəlzələ olmur. Burada uşaqlar maşallah atdan düşəndə onsa çatlayacaq. Ona görə möhkəm olmalıdır. Hə, burada da bizim yenə Ayazla bir iki söz söhbətimiz olub. Yüngül yenə bu dirəklər haqqında. Burada 3 dənədir. Dedim o şey olacaq. Dedi yox. Mən onun fikirlərini həmişə sevirəm. Biz qabaqcadan bununla dalaşırıq, sonradan barışırıq, sevinirik də. Mən hal-hazırda durduğum yer mətbəxin qarşısıdır. Burada mətbəxin pəncərəsi var, həm də qapısı var. Bunun üstü bağlanacaq. Bura olacaq veranda. İndi mən teras da deyirəm, bura veranda da deyirəm. İndi kim necə qarşılayırsa, necə arzulayırsa elə də olsun. Üstü bağlanacaq. Gördüyünüz kimi ağlay daşlardan bu yonulub gətirilib yığılıb bura 3 ədəd dirək. 1, 2, 3. Sonra bura 4-ün 8-ədir. 4-ün 8-i olan ölçülərdədir oturmaq üçün. Burada bizim su anbarımız və hovuzun motorxanası yerləşir. Hovuzumuz daşmadır. Daşma hovuzdur. Sonra burada şezlonglar qoymaq üçün hovuzun içərisində yer ayrılıb. 2 dənə şezlong rahatçılıqla qoyula biləcək bura. Su olacaq. Yəni bura su olacaq. Çünki mən sizə göstərim. Daşma olduğu üçün su bura qədər gələcək. Buradan daşacaq. Bura dolu olacaq şezlong qoymaq üçün. Onu da deyim, isti hovuzdur. Bütün xəttləri çəkilib. Esenjoru da kombisi də qoyulub sizə təhvil veriləcək. Hələ mən sizə texniki otağı göstərəcəm. Ora Ayaz təqdim edəcək. Buradakı yayqış mətbəxidir. Böyük, geniş böyük bir yayqış mətbəxidir. Bura girməmişdən qabaq sizə bir məlumat verim. Burada hovuzun dəvə boynusu olacaq. Bir də ki, buradan, baxın, Tural buradan bu tərəfə də düzdür. Buradan bu tərəfə kinoteatr. Yəni ekran. Yəni bu belə deyim, ekrandır. Burada da ekranın yanında açıq duş. Hovuzdan çıxdın, xlorlu suyu yuyub buradan çıxmaq üçün. Amma həyətin özünün burada var, sanitar qovşağı. Gəl Ayaz, gəl içəri. İsti döşəmə ilə təmir olunub. Yayqış mətbəxin içərisində gözəl bir kamen. Nə qədər işimiz var? Hardasa bir ay yarım var. İnşallah bir ay yarımdan sonra demək olar ki, tamam, tam yox, natamam əşyalı formada bu ev müştəriyə təhvil veriləcək, amma bir şey də var. Müştəri gəlib deyər ki, qalan şeylər var, onları da qoyun yerinə, mənə təhvil, o da problem deyil. Yəni Ayaz maşallah müştərinin istəyinə uyğun olaraq qalan şeylər yerinə qoyula bilər. İsti döşəmə ilə təmin olunub. Burada cam balkondur, vitraj pəncərədir, vitrin sürgülüdür, hamısı axıra qədər. Həm oradadır, həm də burada. Sonra bunun daxilində nə var? Bura bütöv olaraq bura mətbəx mebeli yığılacaq. Bax bu yer var, bütöv olaraq mətbəx mebeli olacaq. Hündürlük burada nə qədərdir? 3,80 burada hündürlük var. Burada.
Sonra keçirik bura. Burada dəyişmə otağıdır. Belə burada asılğanlar olacaq. Sol tərəfdə sanitar qovşağıdır, hamam, tualet. Sağ tərəfdə isə fin hamamı olacaq. Bura isə fin hamamı olacaq. Yığılacaq bir daha. Burada heç nə yarımçıq qalmayacaq. Heç nə. Yarımçıq nə qala bilər? Baxın, mən bugün təqdim edirəm. Sabah müştəri gələr deyər ki, saxla, razılaşaq. Onu eləyə bilərik. Yox, gələr deyər ki, tam təhvil ver, onsuz da bizim işimiz gedir. Bunu biz saxlamırıq ki, davam eləyəcək. Gedək, Elvin. Evin ümumi giriş qapısından keçək içəri. Yox. Əvvəl gəl bir Ayaz, xahiş edirəm. Bir dənə Ayaz gəl. Bilmədiyim şeylər olar, səhv istəmirəm. Baxın, bura gözəl bir manqal yığılıb. Mərmər daşdır. O mərmər də, barmağım sındır yavaş olur. Mərmər də hamısı. Hamısı gözəl, yəni keyfiyyətli kərpiclərdən yığılıb. Manqalımız buradadır. Üstü bağlı, yanı problem yoxdur. Bura bizim elektrik şitimiz burada olacaq, düzdürmü? Elektrik burada olacaq. Həm də ki, əl damı kimi istifadə olunacaq. Əsas da buradır. Bura haqqında istədim ki, Ayaz məlumat versin. Evin demək olar ki, istili sistemi, beyni bax buradadır. Deməli Hüseyin, bizim santexnik işimiz bütün borular, belə deyək də, hamısı KAS firmasıdır, Türkiyə. İstipolu, sonra bu boruları, qazanxana, boiler middi, sonra bunlar hamısı ağıllı Wi-Fi sistemini işləyən, hamısı turalogiyaları qoşub. Nasoslar təqdim edən, nasoslar, bura bizim nasoslar. Bitti. İndi isə keçirik evin daxilinə. Getdik. Evin arxasını göstərdin. Baxın, bir dənə də şişiri serim. Bütün kondisioner xəttləri evin arxasında olacaq, hamısı çəkilir. Ön hissəyə, yan hissəyə heç bir kondisioner aparatıdır, o motoru da çıxmayacaq. Hamısı arxadadır. Hamısı. Getdik evin daxilinə. Deməli, orada tam mərkəzdə bir dənə saat olacaq. Saat belə deyim, deyirlər pisdir, nə bilim, insanın ömrünün geri sayılır. Elə şeylərə heç nəyə baxmıram mən. Qəşəng bir saatımız olacaq orada. Evin ümumi giriş qapısıdır, mərkəzi. Tam buradan mərkəzdən bir dənə qəşəng çılçırağı asılacaq. Keçirik. Buyurun, xoş gəldiniz. Bax, evin ümumi giriş hissəsi, dəhliz. Maşallah, geniş, böyük bir dəhlizdir. Geniş, böyük bir dəhlizdir. Hündürlük hamısı? Hamısı evin tavanla, döşəmənin hündürlüyü hamısı 4 metr. Siz bilirsiniz də, bizim ən çox sevdiyimiz çılçıraqlar var. Burada bəzi dəyişikliklərimiz olacaq, inşallah möhtəşəm bir şey olacaq. Bax, buradan bir də böyük bir çılçıraq aşağı, qalan spot işıqlar, burada qardirob yığılacaq. Bax, bu ərazidə, bu dəhlizdə nə var? Bir dənə yataq otağı var, bir dənə ümumi sanitar qovşağı var. Göstərəcəm, sonra deyirəm, burada mətbəx var. Mətbəxin içərisində burada çamaşırxana yerləşir. Qəşəng dolablar yığılacaq, böyükdür. Birinci keçirəm mən üzr istəyirəm qonaq otağına. Baxın, bura qonaq otağıdır. Əl işlərdə, hamısı burada heç nə alınıb taxılmayıb. Hamısı divarın üstündə və tavanda yığılıb. Usta, əl zəhmətidir. Hamısı. Ev bütün olaraq isti döşəməndən təmir olunub. Bir daha söyləyirəm. Evin yaşayış sahəsi 320 kvadratdır. Hə, bu qonaq otağıdır. Sonra hamısı isti döşəməyə yararlı parket olacaq. Parket də yox ha, laminat da yox, parket olacaq. Çox bahalı. Özünüz bilirsiniz ki, biz yəni ki, ucuz bir şey istəmirik. Gəl mətbəxə, Elvin. Mətbəx otağı. Mətbəx mebeli tam mərkəzdə ada. Bayaq çöldə demişdim. Çöl istəyə, istirahət zonasına, verandaya çıxış. Bura evin daxilində, yəni mətbəxin içərisində olan çamaşırxana və dolablar yığılacaq. Allah hər kəsə yemək içmək qismət eləsin, içərisi balon bankanla dolu olsun. Hətta bir nəfər orada mənə onu da demişdi, yadımda saxlayıram. Deyirdi ki, bağ evində banka balon nədir? Milyonluq evdə banka balon nədir qoymusunuz qardaşım? Milyonluq evin sahibi yemək yemir. Bankada hamı yiyir maşallah. Tək yemək olsun, içmək olsun. Bura ümumi sanitar qovşağıdır. Mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Bundan hamı istifadə edə biləcək. Amma o da deyim ki, Unitazımız olacaq, həm PD'miz olacaq. Həm unitazımız olacaq, həm də PD'miz olacaq. Ayaz deyir, inşallah. Deyirsə bilirəm ki, olacaq. Yeri qoyulubsa olacaq. Yataq otağıdır. Birinci yataq otağı. Baxın, buradan çölə baxam. Burada yaşıllıq olacaq. Yataq otağı. Hə, o da deyim sizə, həyətdə demişdim, yenə deyirəm. Hər bir yataq otağının içərisində qardirob və sanitar qovşağı var.
geniş böyük bir dəhliz, hündür tavan, ikinci yataq otağı. Qısa olaraq Elvin göstər, çünki iş gedir hal-hazırda. Bizim videomuz, bu çəkilişimiz çox uzun oldu. Allah hər kəsə can sağlığı versin. İzlədirsə, izləmədiysə bilmirəm. Bu da üçüncü yatağımızdır. Burada ustaların bəzi əşyaları yığılıb göstərmirəm. Bunun da içərisində sanitar qovşağı var. Əsas qardırop demişəm, hamısında qardırop. Əsas master, belə deyirlər də, valideyn yataq otağı. Ön pəncərə bütöv olaraq həyətin ümumi giriş hissəsinə. Çünki evin sahibi burada oturursa, evin bütün, necə deyərlər, o idarəçiliyi onun əlində olmalıdır. Hündür tavan, bu qapı tamam başqa cür olacaq, qoşa olacaq, düzdür? Əkiz qapı olacaq burada. Ayaz, 4 metr dedi Ayaz buranın hündürlüyü. İndi bu dəqiqə torpağın da evin də kupçasını almışıq, səndədir, maşındadır. Onu da deyim, bilirəm, qiymət soruşasınız. Hələ qiymət qoyulmayıb, amma mən sizə deyim, 1 milyon manatdan yuxarı olacaq. Nə qədər yuxarı olacaq, nə qədər aşağı olacaq, hələ bizim bir ay yarım vaxtımız var. Niyə? Çünki bugün Ayaz ancaq gedir, alır, gətirir, belə pismasını qoyur. Alır, gətirir, qoyur. Amma əvvəl belə deyildi, yəni tikmək üçün zakaz edirdin, daş gəlirdi, susa gəlirdi, amma indi ancaq puldur. Özünüz də bilirsiniz. Gəl, əsas, bax, maşallah. Bir dənə burada yataq otağın içərisində. Bu nədir? Hə. Burada da var bundan. Divarın şkaflarında qəşəng. Mütlaqları hardan seçmisən? Qoşayın da, çox gözəl görünür. Seramik sentr. Seramik sentrdən. Çanaqqala seramik sentr. Hə, Çanaqqala seramik sentr. Burada bir sizə türk hamamıdır. Burada türk hamamıdır. Sonra duşdur. Buradan gəldik, burada unitazdır. 2 dənə də yanmayan, burada əl-üzü yanılacaq. 2 dənə yanmayan. Keçdik. Qardırop otağı. Ayazla o gün düşünürdük. Bax, nə düşünmüşük, onu deyəcəm sizə. Ayaz da tam ortaya bir dənə ada qoyuq, amma düşünürəm ada qoysun, yer tutacaq. O həmən adanın içərisində yığılan şeyləri dolabda yığarsan, tam mərkəzlərində bir dənə güzgü vurarsan. Və yaxud da nə dedik, bura güzgü vurmayaq, bir də gəzən o stol üstü güzgülər var. Onu alıb valideyn yataq otağına qoya bilərik. Amma yenə də deyirəm, bunun içərisində bütöv dolablarla yığılacaq. Bu qardırop sizindir. Allah Taala sizə can sağlığı versin. Allah, necə deyərlər, əsas odur ki, canımız sağlam olsun, hər şey sizin üçündür. Təşəkkür edirəm sizə, Ayaz, çox sağ ol. Allah müştərisini yetirsin. Süleyman müəllim, çox sağ ol. Sənin əziyyətin burada çoxdur. Həddən artıq çoxdur. Tural, çox sağ ol. Qardaşım, çox sağ olun. Elvin, sən də sağ ol. Bizim əziyyətimizi çəkirsən. Hüseyin, sən də sağ ol ki, bunu təqdim elədin. Təşəkkür edirəm sizə. Və əlbəttə ki, izləyicilərimin həmsə bizim üçündür. 35 min, 36 min olunur. Niyə görə olur? Çünki hər gün baxırlar, bəyənirlər, paylaşırlar. Tural, sən paylaşmırsan. Aslanım sənə sizə. Öpürəm. Təşəkkür edirəm. Hər zaman sağ olun. Təşəkkür edirəm. Sağ olun. Heç vaxt.